Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bir neçə müraciət əsasında Əmas portalında strukturun yaradılması və yaxud yaradıldıqdan sonra üzərində dəyişiklik edilməsinə bağlı bu gün dərs paylaşacağam. Ümid edirəm faydalı olar. Strukturun yaradılması, ştat vahidinin yaradılması, bunlar Əmas portalında Əmas alt başlığı olan hissədədir. Yəni ştat yaratmaq üçün ilk öncə struktur yaradılır. Yəni struktur şirkətin Əmas portalının qurulması üçün ilk addımlardan biridir. Yəni burada vəzifəli şəxsin qeydiyyatı, daha sonra strukturun yaradılması, ondan sonra ştatların yaradılması və artıq vakansiyanı verib əmək müqavilələrinin bağlanması. İlk öncə burada struktur əməliyyatlarını seçirik Əmas alt başlığının altında. Təşkilatın strukturu hissəsinə daxil oluruq. Burada bizdə daha öncə yaradılmış struktur olduğuna görə bunun üzərində işləyəcəyik. Əgər ilk dəfə struktur açıramsa, burada yenidən təşkilatı struktur yarat yox, yəni yeni təşkilatı struktur yarat bölməsi olacaq və onun üzərinə basacaqsınız. Burada mən artıq bunun üstə basmıram, çünki bizdə yaradılıbdır və biz mövcud strukturun üzərində dəyişiklik edəcəyik. Proses eyni prosesdir, sadəcə siz burada yeni təşkilatı struktur yaratı seçəcəksiniz. Əgər strukturda dəyişiklik etmək istəyirsinizsə, sadəcə buradan strukturu seçib, yəni mövcud strukturu seçib, alt başlıqlı strukturun sağ tərəfində olan 3 xəttə vurub, strukturun nüsxəsini yarat düyməsinə basırıq. Təsdiq edirik. Bundan sonraki prosesdə artıq biz strukturumuzun üzərində işləyirik. Təsdiq gözləyən strukturlara daxil oluruq. Struktur bölməsinə əlavə et düyməsinə basırıq. Baxın, siz əgər yeni struktur yarat etsəydiniz də, sizdə də bu bölmə açılacaqdı. Sadəcə fərq ondadır ki, burada mövcud strukturun üzərində yenilik edirik. Məsəl üçün, yeni bir struktur departamenti, maliyyə və uçot departamenti struktur yaradırıq, yadda saxlayırıq. Baxın, burada artıq əlavə bir struktur olaraq, əlavə bir şöbə olaraq düşdü. Əgər istəsəydim ki, mən burada MMC, Astra Consulting alt hissəsində burada yaradım. Baxın, burada yaradılmışlar var. O zaman sadəcə Astra Consulting-in sağ tərəfindəki struktur bölməsinə əlavə etib basıb burada yaradacaqdım. Daha aydın olsun deyə ayrı formada yaratdım. Və bundan sonra mən strukturu ümumidən təsdiq edəcəm. Baxın, strukturu təsdiqlə. Təsdiq etdikdən sonra artıq heç bir dəyişiklik etmək olmur. Mən təsdiq etmirəm, çünki təsdiq etsəm bu məndə görsənəcək və təsdiq etdikdən sonra sizdə sadəcə olaraq burada təsdiqlənmiş strukturun içinə burada əlavə maliyyə və uçot departamenti də formalaşacaq. Yəni sadədir, qısa izah etməyə çalışdım. Ümid edirəm faydalı oldu. Təşəkkürlər.